Rusiyanın Avropaya qaz ixracı 55 ilin ən aşağı səviyyəsinə düşüb. Avropa enerji ehtiyacını Norveç və digər ölkələrlə yanaşı önə çıxan tərəfdaş kimi Azərbaycandan da təmin edir. Azərbaycan Avropanın qaz tələbatının əhəmiyyətli hissəsini ödəyir və ixracını artırmağı planlaşdırır. Bəs bu hal Avropa və Rusiya iqtisadiyyatına necə təsir edəcək? Rusiyanın Avropaya ixrac etdiyi təbii qaz son 55 ilin minimum səviyyəsinə inib. Bu ilin birinci yarısında Avropaya qaz tədarükü 8,33 milyard kubmetr təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47% azalma deməkdir. Rusiyadan Avropaya maliyyələşdirilmiş təbii qazın ixracı isə 14,4% azalıb. Əsas səbəblər Rusiyanın Ukraynaya hücumu və bunun nəticəsində Avropa İttifaqının şimal axını və Yamal kimi boru kəmərlərini bağlamasıdır. Eyni zamanda Avropanın alternativ mənbələrə yönəlməsi Rusiya qazının aktuallığını azaldıb. Rusiyada vəziyyət belə görünür. İki strategiya mövcuddur. Birincisi, ixracın azaldılması və daxili bazara yönəlməkdir. İkinci istiqamət isə yeni bazarlara çıxışdır. Bu ilk növbədə Asiya ölkələri, Çin, Pakistan və Hindistandır. Avropaya gəlincə, Rusiyadan ucuz qaz tədarükünün azalması Avropada artıq sənayeni kiçiltməklə yanaşı büdcənin balanslaşdırılmasını da çətinləşdirir. Enerji qiymətləri artır. Bununla da Avropanın sənayesində tənəzzül prosesi gedir. Düşünürəm ki, bu məsələdən sonra həm Rusiya, həm də Avropa iqtisadiyyatı xeyli dəyişəcək. Moskva hər nə qədər mavi yanacaq məsələsində Avropanı özündən asılı hesab etsə də, Rusiya qazından imtina edən ittifaqın seçim imkanları kifayət qədərdir. Hazırda Avropanı ən çox təbii qazla təmin edən Norveçdir. Ötən il bu ölkə qoca qitəyə 118 milyard kubmetr mavi yanacaq nəql edib. Bununla yanaşı Amerika Birləşmiş Ştatları, Qətər, Nigeriya və Əlcəzair kimi ölkələrdən Avropaya maliyyələşdirilmiş təbii qazın tədarükü xeyli artıb. Azərbaycan da Avropaya təbii qazın ixracında mühüm mövqeyə malikdir. Ötən il qoca qitənin təbii qazı olan təxminən 500 milyard kubmetrlik tələbatının 12 milyard kubmetrindən çoxunu Azərbaycan qarşılayıb. 2027-ci ilədək bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Statistik hesablasaq görərik ki, 20 milyard 500 milyardın təxminən 4% həcmində bir göstərici deməkdir. Yəni, mütləq ifadədə bu o qədər də böyük göstərici olmasa, amma Azərbaycan Avropanın o ölkələrinin qaza olan tələbatını ödəyir ki, o ölkələr hansısa bir formada nə LNG qaz vasitəsilə, nə də digər boru kəmərləri vasitəsilə digər istiqamətlərdən öz təminatlarını həyata keçirə bilmirlər. Ekspertlər hesab edir ki, Moskvada Rusiya qazını əvəz olunmaz hesab etsələr də, Avropa qısa müddətdə vəziyyətdən çıxış yolunu tapa bilib. Brüsselin Azərbaycanda daxil olmaqdan alternativ mənbələrə yönəlməsi enerji böhranının həllini sürətləndirib. Eyni zamanda Avropa İttifaqı 2030-cu ilədək bərpa olunan enerjinin payını 45%-ə çatdırmağı hədəfləyir. Bu da ittifaqın təbii qazı olan 500 milyard kubmetrlik tələbatını kəskin azaldacaq.